kurslar yarıçılpaq çıxırlar, bir qarış yuxarıdan, bir qarış aşağıdan, üzr istəyirəm mən tamaşaçılardan. Ya bunun yiyəsi yoxdur, anladıq. Bunun əxlaqı yoxdur, bunu da anladıq. Bəs yaxşı, bunu efirə çıxardanların da əxlaqı yoxdur, onu da hardasa anlamaq olar. Bəs bu telekanalın yiyəsi yoxdur, bunun ailəsi yoxdur, bunun uşağı yoxdur. Bunlar görmürlər cəmiyyət nə gündədir. İnanın, əziz tamaşaçılar, tələbələr, əvvəllər 4-cü kursda geyinənlər, yəni o bir qarış paltarla gələnlər, indi artıq 1-ci kurslar, yəni bizi faciə gözləyir, biz hara gedirik? Bu uşaqlar qanmırlar, deyəndə də deyirlər ki, ay müəllim, filan kəslər çıxır, hər şeyləri var. Yəni, bu ölkə baboşların, nə bilim mən, nuruşların, bubuşların ailə, məkanı deyil axı. Bu ölkə zavurların, xoşqədəmlərin, toliklərin, nə bilim mən, culiklərin, yəni bunun məkanı deyil axı. Bu ölkə ziyalı bir ölkədir. Bu ölkənin xalqı əxlaqlı, tərbiyəli, kifayət qədər bizdə bu Azərbaycan xalqını yüksək səviyyədə təmsil edənlər var.